Kainatda elə hadisələr var ki, insanlar onları öyrəndikcə anlayır. Kosmos sakit deyil. Əksinə, ölümcül və təsəvvürə gəlməyən dərəcədə güclü fırtınalarla doldur. Məsələn, 1054-cü ildə baş verən və tarixə Krab supernovası kimi düşən partlayış zamanı ulduz elə güclü partlamışdı ki, yer planetindən gündüz göyün ortasında günəş işığında belə görünürdü və o an kainatın hardasa bir hissəsi əbədi olaraq yox olmuşdu. Daha dəhşətlisi isə qamma şüa partlayışıdır. Kainatdakı ən güclü enerji boşalması. Bir neçə saniyədə günəşin bütün ömrü boyu yayacağı enerjidən daha çox enerji saçan bu partlayışlar düz yerə yönəlsəydi, atmosferi yandırıb planeti bir neçə saniyə ərzində steril vəziyyətə salardı. Elm adamlarının fikrincə, milyonlarla il əvvəl yer üzündə bəzi kütləvi yox olmaların səbəbi belə bir partlayış ola bilər. Süd yolunun özündə isə qara dəlik qasırğaları adlanan hadisələr qeydə alınıb. Superkütləli qara dəliyin yaxınlıqdan keçən ulduzu parçalayıb udduğu an kosmosa işıq sürətinə yaxın sürətdə enerji şüaları atılır və bu zərbə dalğası minlərlə işıq ili uzaqda belə qalaktikanın qaz buludlarını sarsıdır. Hətta qalaktikanın mərkəzində yerləşən Sagittarius A qara dəliyi 2019-cu ildə gözlənilmədən 75 dəfə daha parlaq işıq saçıb. Bu, onun çox böyük bir obyekt udub parçalama ehtimalından xəbər verir. 2015-ci ildə isə süd yolunun kənarında ölü qalaktika küləyi deyilən hadisə aşkar edildi. Burada ulduzlar bir anda sönür, qalaktika hissəsi tamamilə qaranlığa bürünür və astronomlar bunun nədən baş verdiyini hələ də anlamır. Digər tərəfdə isə kainatın ən soyuq nöqtəsi böyük boşluq adlanan ərazi var. Burası o qədər boş və soyuqdur ki, elm adamları bunu normal fizika ilə izah edə bilmirlər və bəzi nəzəriyyələr burada başqa kainatlarla toqquşma izlərinin ola biləcəyini deyir. Bütün bu hadisələr göstərir ki, qalaksi, yəni qalaktikalar bizim düşündüyümüz sakit ulduz toplusu deyil, hər an nəhəng partlayışların, görünməz ölüm şüalarının və anlaşılmaz kosmik qüvvələrin baş verdiyi yaşayışsız, amma qorxunc dərəcədə dinamik məkanlardır.